Salam əziz gözəl dostlar, siz çoxları mənə deyirsiniz ki, Nadim Əlixanov, niyə İran barədə hal-hazırdakı duruma görə şərh eləmirsiniz? Nadim Əlixanov ofisial Instagram kanalında bütün bunlar baş verəndən əvvəl dediklərim var, qulaq asa bilərsiniz orada. Hal-hazırdakı vəziyyətdə bunlar barədə hiss etdiklərimin deməsi, mənə inanan kəslərin qorxuya salması, nə bilim nələrin olmasına gətirib çıxartmış oluram, istəmirəm. Niyə? Bir şey deyim. Nadim Əlixanovun dedik, hiss etdik şeylər bəli, çoxları bilir ki, bugün yaşayır, düz çıxır. Mənim yerimdə bir siyasətçi olsaydınız, siyasətçi vaxtı ilə mənim dediklərimi deyib bugün düz çıxsaydınız, Jirinovskiyə inandığından da çox inanmazdınızmı? Mən Nadim Əlixanov dini cəhətindən baxıcı adlandırdığı üçün bir çox adamlar dini cəhətdən qəbul eləmədiyi üçün şeytani işlər, şeytani şeylərdir deyə əhdiyə keçirsiniz. Hər nə işdə olursa olsun, mənim şeytanım güclüdür, nə bilim, analizlərim güclüdür, hisslərim güclüdür. Bugün siz efirlərə çıxartdığınız siyasətçilərdən şərh soruşmurmusunuz, nə olacaq deyə. Onlar analiz edib şərh etmirmi sizə? O da baxıcıdır, onlar da şeytani qüvvələrdir. Ekstrasens olarak bu hadiselere baş verene kadar demiş adam bugün bunlar düz çıxanda ekstrasensi də qoy o tərəfə. Bir siyasətçidən maraqlanaq, siyasətçidən soruşaq. Get siz indi ARB-də onlarda nə bilim verdiyiniz siyasətçilərin şərhlərə qulaq asın. Ekstrasens nə hiss etdiyimi mən deməyəcəm, qoy qalsın məndə. Mən Nadim Əlixanov Instagram kanalında zaten demişəm vaxtı ilə İran savaş, Qarabağ savaş, nə bilim Zəngəzur barədə, zəlzələlər barədə və onların çoxları olub və çoxları olmaq üzrədir və bir çoxları da olacaq deyə düşünürük. Ona görə də mən hal-hazırdakı durumda istəmirəm şərh edeyim, çünki mənə inanan təbəqədəki insanlar var. Dünyanın artıq elə bir durumdadır ki, nələr hiss edib və bundan sonra nələr olacağını bunu demək istəmirəm. Qoy qəflətən yaşayasınız. Ekstrasenslər barəsində də bir dünya hər şey qarışıb gərgin savaşlardan, İrandan danışarkən bir çox saytlar ekstrasensin qapıya gələn insanlardan şərhlər paylaşmaq üzrədir. Bu nəyə hesablanır və kimlər bunu hesablanır? Ekstrasens və baxıcı dediyiniz şərh edən bizim kimi insanların dedikləri düzgün çıxdığı üçün və bugün zaman odur ki, düzgün bu proqnozları hiss edənləri susturmaq, dilini bağlamaq, nə bilim, nə. Kimlərsə, hansısa güclər, bilmirəm bunu dini qurumlar mı deyim, dünya üzərində hansısa bir mason qüvvələri mi deyim, İstəmirlər artıq bu durumları biz şərh edək, çünki bilirlər ki, biz bundan sonra dünya üzərində mason oyunların hara gətirib, nəyə etmək istədiyini yenə dilə gətirməkdən qorxurlar. Bəlkə də istəmirlər onlar biz bu şərhləri edək. Ona görə yaxşı deməyəcəm, susacam. Zaten vaxtı ilə demişəm. Öldürsən də, tutsan da, nə eləsən də bizim dediklərimiz vaxtı ilə artıq bizim səhifələrdə var, hətta başqa səhifələrdə var. Dünya 3-cü savaşa gələcəyini, zəlzələlər, təbii fəlakətlər və xəstəliklər, masonların instayi, dövlətlər bir-birinizlə, dövlətlərin içində çaxnaşmaları çıxardaraq insan azaltmaq olduğunuzu demişəm. Ətraflı Nadim Əlixanov Instagram kanalında hər şey var. Baxa bilərsiniz. Bugünkü gün mən istəmirəm çoxlu bundan sonra hal-hazırda. Bir şey deyim, sevindirim sizi. 2026-cı ildə Azərbaycanda heç bir savaş qorxacaq bir şey gözlənilmir. Təbii fəlakətlərdən başqa. Təbii fəlakətlər ola bilər. Bu, siz demişkən Allahın işidir. Okey. Amma savaş, pandemiya xəstəlikli, hətta çox böyük krizis, bunlar Azərbaycanda bu il gözlənilmir. Gözləyəcəyən nə olan şeylər varsa Instagram kanalında 2026-cı il barədə nə olacaqsa cüzi şeyləri demişəm. Amma 2027-28-ci illər barəsində dünyanın bundan sonra gələcəyi olan nələr olacaqsa bu barədə də demişəm vaxtı ilə Nadim Əlixanov Instagram kanalında, hətta bu kanalında da var bir çox şeylər. Keçmiş videolara bax, hal-hazırdakı dönəm
haqqında hər şey deyəcək bir dönəm deyil. Sağ olun.